Değerli izleyiciler, bu ev var ha, bir güne satılacaq. Bilirsiniz niye? Bu evin kıymeti 100 bin değil, 90 bin değil. Bu evin kıymeti 84 bin manat. Özü də dostlar, ara kəsməsi monolit. Məndən izləyicilərim olur ki, monolitli 2 mərtəbəli ev istəyir dostlar. Bax, bu da sizə 2 mərtəbəli monolitlə gəlmişəm. Bir dəyərli dostunun evin çəkilişinə gəlmişik dostlar. Evimiz 4 otaqlı, deməli marşrut xətti ilə deyim sizlərə. Hardasa bir 350 metr məsafədə yerləşir Şəhid Seydəli küçəsində dostlar. Həyətimizdə bar verən meyvə ağacları var və nəzərinizə çatdırım ki, bax hələ bir dənə Emin bəy göstərin, qaz, su, işıq. Bütün kommunallar var. Bax, bu gördüyünüz kimi suyun sayğacıdır. Qazın, işığın sayğacı da çöldədir və demək dostumuz nə edibdir? Bir dənə də çölə, üzr istəyirəm, həyətə bir dənə artizan vurubdur. Bax, gördüyünüz kimi, bax dostlar. Bax, bu da ki, həmən artizan. Buz kimi sudur. Yəni azacıq belə deyim də, duzu bilinir. Bax belə, yəni suya pul vermirsən, düzdür, təbii sərvətdir dostlar. Buyurun evimizin daxilinə mən sizləri tanış edeyim. Həyətimiz demək kifayət qədər yəqin ki, sizə məlumat verdim. Əgər nəsə maraqlı olsa, buyurub məndən əlaqə saxlaya bilərsiniz. Nömrəm səhifədə qalıb. Və nəzərinizə çatdırım ki, dostlar, bura girəndə hol hissəsidir. Və deməli burada qardaşımız nəzərdə tutub ki, qardaş kimi nəzərdə tutub. Sonradan proyekti dəyişibdir. Buranı elə bir ki, mətbəx də eləmək istəyir. Yəni təmirsiz də o nəzərdə çatdırım ki. Bax belə, çox səliqəli evdir, şəxsi istifadəsi üçün tikilibdir. Olur bizdən izləyicilərimiz soruşur ki, şəxsi istifadəsi üçün tikilmiş evlər. Bax, bu da sizə həmən evlərdən biri. Buyurun, ikinci mərtəbə ilə mən sizlərlə tanış edim dostlar. Dostlar, bura bizim ikinci mərtəbəmizdir. Emin bəy, yaxınlaş bura, zəhmət deyilsə, izləyicilərimizə göstərək. Bax, bura bizim eyvan hissəmizdir. Çox sərin havası var. Demək, müşahidə kamerası var, o da qiymətə daxildir dostlar. Emin bəy, bir dənə ərazini göstərin. Tam yaşayışın içində, səliqəli, çox mehriban qonşuları var. Yəni, həqiqətən bu evi almağa dəyər, dəmir kimi evdir. Və buyurun, bax, burada bizi belə bir qonaq otağı qarşılayır. Səliqəlidir dostlar, çox məsləhətlidir. Bax, belə gördüyünüz kimi, demək, dəmir raşotkalarına kim var? Müşahidə kamerası bax, burada gördüyünüz kimi. Demək, qiymətə daxildir o. Və burada gördüyünüz kimi əlavə bizim, demək, ikinci yataq otağımız. Aşağıdakı otağı saymıram. Belə deyim də dostlar, demək, qardaşımız deyir ki, bura otaq üçün nəzərdə tutmuşam. Əgər aşağı düzəlsə, mətbəx də olsa, elə bir ki, bura olacaq 4 otaq stüdiya, 5 otaq olacaq, başa düşdünüz dostlar. Və burada gördüyünüz kimi bizim, deməli, ali yataq otağımız avqust ayı dostlar. Yəni, kondisionerə həqiqətən ehtiyac yoxdur. Təmiz bir dənə meh vurur ki, yəni ev buz kimi olur. Hətta deyim ki, sizə yəni